Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahın salamı, bərəkəti və məğfirəti olsun pak əhl-i beytinə və siz dəyərli əhl-i beyt aşiqlərinin üzərinə. Dəyərli müsəlmanlar, hər birinizi müqəddəs və əzəmətli Qurban Bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm və Allahdan arzum budur ki, Allah təbarək və təala qurbanı kəsərək Allaha yaxınlaşan, təqvalı olan bəndələrindən qərar versin inşallah. Həzrət Əmir el-Möminin əleyhissalam buyurur ki, əgər insanlar qurban kəsməkdə olan əcr və savabı idrak etsəydilər, dərk etsəydilər ki, qurban kəsməyin nə qədər böyük savabı var, nə qədər böyük əcri var insanlara, mükafatı var insanlara, deyir onlar borc tapardılar, qurban kəsərdilər. Kimdənsə də borc alardılar, qurban kəsərdilər və Həzrət Əli hədisinin davamında buyurur ki, deyir, hər kim ki qurbətən ilallah, yəni Allahın rızayətini əldə etmək üçün qurban kəsə, deyir, o qurbanın bir damcı qanı yerə düşdüyü an həmin insanın günahları bağışlanır. Qurban bu qədər önəmlidir.